reading suallarına baxırıq. Cambridge 19-dan. Əvvəlcə bildirmək istəyirəm ki, mən sadəcə IELTS hazırlaşan bir tələbəyəm. IELTS instructor deyiləm. Sadəcə istədim birlikdə reading işləyək. Deməli, bildiyimiz kimi true false suallarını işləyərkən əvvəlcə mütləq şəkildə suallara fikir vermək lazımdır. Diqqətlə öyrənib başa düşmək lazımdır. Və keywords və location words eləmək lazımdır ki, həmin sözlər, hansı sözlər ki, bizə mətndə o cümləni tapmağa kömək olsun. Məsələn, bu cümlədə Island of Obi bizə kömək ola bilər və Cherry Shimpton Von'un kollecləri, əməkdaşları. Birincisi deyir ki, Archaeology Research Island of Obi-də olubdur. Cherry Shimpton və onun əməkdaşlarının əvvəl. İkincidə, Kelosite bizə kömək ola bilər. Highlight eləyək. The researchers found the first clamshell axis, balta deməkdir axis. Ən birinci, first burada bizə keywords rolunu oynaya bilər ki, görək düz deyirmi, səhv deyirmi. Üçüncü sualda Obi-nin ölçüsü bugün daha azdır. 18.000 il bundan əvvələ nisbətən. 18.000 bizə mütləq şəkildə location word-ümüzdür. Dördüncü sualda a change deyir, iqlimin dəyişməsi 11.700 il əvvəl location'ımız. Yaxşı bir təsiri oldu Obi üzərində. Baxaq buna. Beşinci sualda deyir ki, researchers da inanırdılar ki, there is a connection between warmer to change the material used to make axes. Yəni deyir ki, havaların istiləşməsindən bu material istifadəsində bir dəyişiklik oldu. Yəni buna bir əlaqə var idi. Görək indi varmı yoxsa yoxmu? Altıncı sual. Shipton'un komandası təəccübləndi evidence tapanda. Hunting prices, practice üçün. 7-ci sualda deyir, düşünülür ki, Kelosite were occupied, işğal edilib davamlı şəkildə 1000 il bundan əvvələ qədər location'ımızı işarələdik. Başladıq birinci sual. Həmişə yadımda saxlayaq ki, true false in order kimi gedir, yəni ardıcıl olaraq gedir. Deməli, bizə də Cherry Shipton elə birinci paragrafımızda verilib. Deyir ki, Cherry Shipton College from Oxford National University became the first archaeology. Yəni ən birinci olmuşlarsa, deməli onlardan əvvəl heç kim gəlməyib. Birin cavabı oldu false. İkinin cavabı bizə Kelosite lazımdır. Birinci paragrafda Kelosite görmürük. İkinci paragrafda deməli baxaq. Bizə Kelosite. Yes, Kelosite burada var hələ ki. İkinci paragrafda yoxdursa, deməli biz bunu ignore eləyək bilərik rahatlıqla. Deyir ki, researchers found the first clamshell axis, ən birinci deməli baltalar. Baxaq burada elə burada baltalardan söhbət gedir. Buranı mən highlight edirəm, bir yerdə baxaq. The Earth's axis were made using clamshells. Axis made from clamshells from roughly the same time had also previously been found elsewhere in this region, including on the nearby island of Gebi. Deyir ki, uşaqlar, yəni bu Kelo'dan əlavə olaraq da başqa bir regionda tapılıbdır, Gebi Islandda, yəni bunun yaxınlığında. Burada deyir ki, ən birinci baltalar idi bu regionda kəşf edilmişdi. Xeyr, başqa yerdə həmçinin belə bir şey tapılmışdı. Sadəcə yəni Earl's axis deyirdi. Ən birinci first clamshells falan demirdi. Buraya yazaq false. Üçüncü sualda Obi-nin ölçüsü 18.000-i tapaq buradan. Bəli, 18.000-i tapdıq. 18.000, yes. All these cultural layers from the Kelosite provided the team with the earliest record for human occupation on Obi dating back around 18.000. Burada deyir ki, uşaqlar 18.000 əvvəl, bundan əvvələ qədər, yəni daha azdır. Bugün Obi-nin ölçüsü daha azdır. Nəinki 18.000 əvvəl. Burada mən elə bir şey görmürəm. Sadəcə yazılıb ki, yəni human occupation, insan okkupasiyası təyin edilib, qeyd olunub. Amma bir ölçü barədə heç bir şey yazmır. Bunu not given verib gedirəm. Dördüncü sual. A change in the climate around 11.700 harda var? Burada var. Başladıq buradan. 11.000 Great Rim yaxşı bir təsiri oldu climate'ın dəyişməsi. Deyir ki, Ice Star sonlandı, yəni əridi, climate və istiləşməyə başladı. İndi baxaq görək bu yaxşı təsir oldu mu? Jungle Mock Thicker accounts the researchers, it's no coincidence. It's no coincidence şübhəsizcəsinə
yəni necə deyirlər, şübhəsizcəsinə bu vaxtdan Craft from Stone belə bir şey yoxdur məncə greater impact-in olması barəsində. Buna görə bunun cavabı not given yazar böyük ehtimal. Beşinci sualda the researchers believe there's a connection. Yəni bu material istifadə edilməsindən havaların istiləşməsi arasında bir əlaqə var idi. Baxın elə burada da deyir ki, havalar deyir istiləşməyə başladı və meşələr daha da qalınlaşdılar və buna görə də buna cavab olaraq da in response onlar istifadə elədilər. Baxın deyin stresi qalın meşələr və necə deyirlər, daşdan hazırlanmış balıqlardan istifadə elədilər onların içinə daxil olmaq üçün. Məncə bu bir əlaqə deməkdir. Çünki havalar istiləşdi, meşələr sıxlaşdı və onlar da daha çox baxın burada stondan istifadə elədilər, yəni daş əksislərdən istifadə elədilər. Nəinki şestlərdən. Məncə əlaqə var idi, true. Shiptonun komandası təəccübləndilər OB Islanders Hunting Practice haqqında bir evidence, sübut tapanda. Baxaq Shiptonun komandası harda yazılıb. Deməli, burada var. Excavation of the shelters at the Kelo site unearthed, yəni ortaya çıxartdı, reveal elədi. Volcanic glass substance called obsidian, which must have been brought over from another island as there is no source on OB. It also revealed particular types of beads. Yəni komanda təəccüblənmədi belə bir şey tapdığına. Məncə surprise. Not given olar. Əslində false deyə düşündüm, amma false, yəni false o vaxt olar ki, mətn bunu əks etdirir. Yəni yaza bilər məsəl üçün Shiptonun komandası bunu gözləyirdi. Məsəl üçün it's how to say, yəni accepted, yəni gözlənilirdi belə bir şeyin olacağı olsaydı, onda təəccüblənmək təbii ki, səhv olar. Çünki zaten mətndə deyir ki, bu gözlənilir. Ona görə məncə not given-dir. It is thought that Continue dağılmış şəkildə işğal edilib 1000 il bundan əvvələ qədər. 1000 il bundan əvvələ qədər harda var? Bəli, ən sonuncu paraqrafımız 1000 il bundan əvvəl. Deməli, deyir baxmayaraq there is no evidence, bir sübut yoxdur ki, bu vaxt, yəni Kelo Shelters'dən sınacaqların istifadə ediləcəyinin bir sübut yoxdur 1000 il bundan əvvələ kimi. Burada deyir ki, 1000 il bundan əvvələ qədər onlar onu dağılmış şəkildə istifadə ediblər. Amma burada deyir ki, heç bir sübut yoxdur onlar onu istifadə edib. Sadəcə 1000 il bundan əvvələ qədər. Amma sonra deyir onlar onu yenidən işğal ediblər. Hardakı onlar pottery ilə falan məşğul olublar. Yəni məncə bura olacaq false. Continuous deyilən bir şey yoxdur və hətta deyir there is no evidence, belə bir sübut yoxdur. Submit eləyək cavabımızı. Bir səhvimiz oldu. Üçüncü, deməli 3-ə yenidən baxaq. The size of obit-day 3-ün cavabı hardan verilib? Deməli, the oldest cultural lies from the site provided. Bəli, biz buna baxmışıq, amma burada məncə size-dan danışmır. Yəni, belə bir truth ola bilməz. Explaining-ə baxaq. The correct answer because it's deyir ki, yəni biz başa düşməliyik ki, 18.000 əvvəl rekord olunubsa, o deməkdir ki, yəni biz ən azından bilməliyik ki, yəni bu reasonable-dır da, ehtimal oluna biləcək bir şeydir ki, yəqin ki, belə olar da, daha çox adam yaşayırsa, amma biz təbii ki, öz informasiyamıza aidsə, öz informasiyaya odaqlana bilməliyik, yəni fokuslana bilməliyik ki, yəqin belə olar, belə bir şey ola bilməz, mətnə əsasən yazmalıyıq, yəni məncə üçün cavabı not given olmalıdır. Yenə də siz də fikirlərinizi bildirərsiniz, zəhmət olmasa, 3-cü sual haqqında, amma məncə not given cavab. Bu qədər.